Salam kanalımın dəyərli izləyiciləri, xoş gördük hər birinizi. Mən Əfsun Abdullayeva. Bugün sizlər üçün əsas mövzulardan olan sinifin idarə edilməsi mexanizmləri və strategiyaları mövzusunun izahını verəcəm. Bu mövzu miqdə və sertifikasiyada ən vacib mövzulardan biridir. Çünki ən azı 2-3 sual görə bilərik imtahan zamanı. Sinifin idarə edilməsi, yəni düzgün idarə edilməsi şərtdir. Çünki sinif düzgün idarə olunanda dərsdə intizam yaranır, şagirdlər dərsə tam cəlb olunur, vaxt itkisi aradan qalxır, bir sözlə sağlam psixoloji mühit qurulur. Və bu halda da öyrənmə daha rahat, daha effektiv hala çevrilir. Sinifin idarə edilməsi, yəni düzgün idarə edilməsində bir neçə addım, bir neçə mərhələ var ki, biz onlara diqqət edərsək, sinifi düzgün şəkildə idarə edə bilərik. Əlbəttə ki, bu addımlar gözlənti, prosedur və qaydadan ibarətdir. Gözlənti, prosedur, qayda. İlk öncə gözlənti verməliyik, bildirməliyik şagirdə. Gözlənti nədir? Gözlənti müəllimin şagirdə ötürdüyü xoş bir mesajdır. Yəni, müəllim şagirddən dərs zamanı hansı davranışı gözlədiyini şagirdə açıq-aydın bildirir. Gəlin tərifə də baxaq. Müəllimin şagirddən ümumi davranış və münasibət baxımından nə istədiyini əvvəlcədən aydın şəkildə bildirməsi gözləntidir. Gözlənti geniş və ümumi olur, konkret addım-addım, yəni qayda deyil. Gözlənti, deməli, müəllimin şagirddən nə gözlədiyini, nə istədiyini açıq şəkildə əvvəlcədən şagirdə bildirməsidir. Açar sözlərimiz ümumi davranış, hörmət, məsuliyyət, diqqət, nizam-intizam, münasibət və geniş anlayış, geniş ifadə. Bunlar gözləntidir. Yəni, gözləntinin açar sözləridir. Və burada dərsdə diqqətli olun, bir-birinizə hörmətlə yanaşın, vaxtında dərsə hazır olun, sakit və nizamlı davranın kimi nümunələrimiz var. Məsələn, hörmətlə, hamıya hörmətlə yanaşın gözləntisi. Uşaqlara gözlənti olaraq şagirdlərəm. Hamıya hörmətlə yanaşın. Hamıya hörmətlə yanaşmağınızı gözləyirəm. Sakit işləyin, başqalarına rahat işləməsi üçün şərait yaradın. Hamıya hörmətlə yanaşmağınızı gözləyirəm. Başqaları danışanda diqqətlə dinləyin. Sözünüz olanda əlinizi qaldırın və kiminsə sözünü kəsməyin. Hamıya hörmətlə yanaşmağınızı sizdən gözləyirəm. Nəzakətli olun. Nəzakətli sözlərdən istifadə edin. Baxın, bu gözləntidir. Müəllim gözləntini açıq-aydın şagirdə ötürür. Və bu bir xoş mesajdır. Gözlənti elə əvvəldə xoş bir mesaj şəklində şagirdə ötürülməlidir. Gəlir prosedur. Prosedur nədir? Prosedur sinifdə hər hansı işin necə, hansı ardıcılıqla yerinə yetiriləcəyini göstərən bir qaydadır. Yəni, prosedur, prosedural biliklə eynidir demək olar. Prosedural bilikdə də işin ardıcılığı, yolu şagirdə çatdırılırdı, burada da. Yəni, müəllim sinifdə hər hansı işin necə, hansı ardıcılıqla yerinə yetiriləcəyini şagirdə prosedur olaraq təqdim edir. Yəni, bu işi necə edək sualına cavabdır. Prosedur deməli nədir? Bu işi necə edək? Hansı ardıcılıqdan istifadə edək? Prosedur konkret addımlardan ibarət olur və gündəlik işlərin təşkilinə kömək edir. Burada nümunə göstərmişəm. Dərsə daxil olma zamanı hansı proseduru qoya bilər müəllim? Dərsə daxil olan zaman sakitcə sinifə gir, yerində əyləş, dəftərini, kitabını çıxart və dərsi dinlə. Baxın, bu bir ardıcılıqdır. Bir işin ardıcılığı varsa, o prosedurdur. Yəni, müəllim dərs zamanı, sinifin idarə edilməsi zamanı daha doğrusu öz prosedurlarını da şagirdə çatdıra bilər. Dərsə daxil olan zaman nə edirik? Sakitcə sinifə girib, yerimizdə əyləşib, dəftər kitabımızı çıxardıb, dərsi dinləyirik. Bu bir prosedurdur. Çünki ardıcıl, mərhələli şəkildə davam edir. Söz alma proseduru. Söz alma proseduru nədir? Bəzən şagirdlərə sual verəndə, şagirdlər sualın cavabını müəllim mən deyim, müəllim mən deyim deyib qışqırırlar, düzdür? Baxın, bu kimi halların yaşanmaması üçün biz söz alma proseduru da tətbiq edə bilərik.
Əlini qaldır, müəllimin icazəsini gözlə və danış. Sualın cavabını ver. Bu da bir ardıcıllıqdır. Yəni, şagirdlərə bildiririk ki, sözünüz olanda söz alma prosedurundan istifadə edin. Əlinizi qaldırın, müəllimin sizi görməsini gözləyin, müəllimin icazəsi ilə danışın. Baxın, bu söz alma prosedurudur. Açar sözlərimiz də addım-addım, ardıcıllıq, necə etmək lazımdır, gündəlik fəaliyyət, təlimat, konkret hərəkət. Baxın, bu da prosedurun açar sözləridir. Bəs prosedurlar şagirdlərə necə öyrədilməlidir? Bunun da bir yolu var əlbət. Sinifdə baş verən davranış pozuntularının çoxu şagirdlərin prosedurlara riayət etməməsindən irəli gəlir. Şagirdlərin prosedurlara riayət etməməsinin 3 əsas səbəbi var. Birinci odur ki, müəllim prosedurun nədən ibarət olduğunu öyrətməyib. Sadəcə elə adını deyib ki, söz alma haqqı, söz alma prosedurundan istifadə edin. Sadəcə adını deyib ki, belə bir prosedur var, amma nədən ibarət olduğunu öyrətməyib. Hansı ardıcılığa diqqət etmək lazımdır, öyrətməyib. Şagirdlərə prosedurlara necə riayət etmək öyrətməyib, bəli. Müəllim sinifi prosedurlarla idarə etməyə vaxt sərf etməyib, yəni məşq etməyib, məşq etdirməyib. Sadəcə qaydanı, daha doğrusu proseduru verib, mərhələləri də şagirdə verib, amma məşq etdirməyib. Necə idarə edək, nələrə diqqət edək, öyrətməyib. Bu da prosedurları deməli, riayət etməməsinin, şagirdlərin riayət etməməsinin 3 əsas səbəbidir. Və prosedurların şagirdə öyrədilməsinin 3 dənə addımı var. Öyrət, proseduru öyrət, məşq etdir, möhkəmləndir. Öyrədirik, məşq etdiririk və möhkəmləndiririk. Bu da şagirdə proseduru öyrətmənin 3 dənə əsas yoludur. Qaydalar. Qayda nədir? Qayda sinifdə və məktəbdə davranışı tənzimləyən, hamı üçün aydın olan, riayət edilməsi gözlənilən bir normadır. Qısacası, qayda sinifdə nizam-intizamı yaratmaq üçün qoyulur və bu hamıya eyni şəkildə tətbiq olunur. Məsələn, qaydaların məqsədi nədir? Qayda nizam-intizam yaradır, təhlükəsiz və rahat mühiti təmin edir, dərsin səmərəliliyini artırır, şagirdlər arasında qarşılıqlı hörməti formalaşdırır. Bu, qaydanın məqsədidir. Yəni, qayda biraz gözləntinin sərt formasıdır. Məsələn, gözləntidə dedik ki, necə davranmağı izah edir müəllim, müsbət formada ki, belə davranmalısan. Amma qaydada müəllim biraz sərt formada. Nəyi etmək olmaz ya da nəyi mütləq etmək lazımdır. Biraz sərt forması qaydadır. Nümunələrə baxaq. Birinci, başqalarına hörmət et. Müəllim və sinif yoldaşlarını diqqətlə dinlə. Dərs zamanı aktiv ol. Sinif əşyalarını düzgün yanaş. Bəli, bunlar hər biri təsdiq cümlələridir. Təsdiq cümlələri hər biri qayda sayılır. Və qaydalar sinifdə nizamı qoruyan və öyrənmə mühitini effektiv edən əsas vasitədir. Dərsin elə əvvəlində qeyd etdiyim kimi, öyrənmə mühitini effektiv hala gətirir. İndi isə sinifin effektiv idarə edilməsinin sinifdə öyrənməyə təsiri nədən ibarətdir? Şagirdlər tam cəlb olunur. Bəli, sinif əgər effektiv idarə olunarsa, şagirdlər isə tam cəlb olunar. Şagirdlər onlardan nə gözlədiyini bilir və adətən uğur qazanırlar. Bəli, vaxt itkisi, çaşqınlıq, dərs pozuntusu aradan qalxır. Sinif mühiti şagird yönümlü, eyni zamanda rahat və xoşa gələn olur. Bəli, sinif düzgün, effektiv idarə olunanda bu saydıqlarımız da, saydığımız bacarıqlar da formalaşır. Konflikt. Konflikt nədir? Konflikt iki və daha çox şəxs arasında fikir ayrılığıdır. Belə deyim, dəyişmə, kiçik mübahisə, maraq toqquşması, anlaşılmazlıq, bu olacaq konflikt. Və insan faktorunun olduğu yerdə konfliktin verməməsi mümkün deyil. Yəni, konflikt, kiçik mübahisə, dəyişmə hər yerdə insanlar arasında baş verir. Və konflikt
Sinif bunu necə həll edə bilərik? Biz konflikti necə aradan qaldıra bilərik? Sinif iclaslarını keçirərək, yazılı şəkildə ortaq dəyərləri yaradaraq, xüsusi müəllim strategiyalarından, metodlarından istifadə edərək konflikti aradan qaldıra bilərik. Və çalışmalıyıq ki, biz metodları tərtib edək, şagirdlər o metodlardan istifadə edərək öz aralarındakı kiçik mübahisəni, yəni konflikti özləri həll etsin. Və burada proaktiv və reaktiv yanaşma da var müəllimlər. Proaktiv yanaşma, belə deyim, daha düzgün, sinifi daha effektiv idarə edən müəllim yanaşmasıdır. Yəni problem yaranmamışdan əvvəl qabaqlayıcı tədbirlər görür. Proaktiv müəllim problem yaranmamışdan əvvəl qabaqlayıcı tədbiri görür. Məsələn, sinif qaydalarını əvvəlcədən izah edir, prosedurları öyrədir, müsbət mühit yaradır və bu hal olduqda sinif düzgün idarə olunur. Bu proaktiv müəllimin yanaşmasıdır. Bir də var reaktiv yanaşma. Reaktiv yanaşma isə problem yarandıqdan sonra ona reaksiya verir. Problem yarandıqdan sonra şagirdə birbaşa cəza verir. Məsələn, qaydanı pozan şagirdi xəbərdarlıq etmək, cəza tətbiq etmək. Bu reaktivdir. Sizə belə bir situasiya deyim. Kamal müəllim dərsinə gecikən şagirdi tək ayaq üstündə saxladı və yaxud da dərsə girməsinə icazə vermədi. Dərsə gecikdiyi üçün cəza tətbiq etdi. Bu sizcə proaktivdir yoxsa reaktivdir? Bəli, bu reaktivdir. Çünki bu müəllim birbaşa cəza verməməlidir. Onun gözləntiyi, prosedur və qaydaları olarsa, o sinifini düzgün idarə edir və bu kimi hallar baş verməz. Ümumiyyətlə qeyd edim ki, müəllim ilk öncə şagirdə xoş bir mesaj ötürür. Biz buna gözlənti dedik. Daha sonra o işi hansı ardıcılıqla görməlidir, öyrədir. Buna prosedur dedik. Proseduru da pozduğu təqdirdə biz şagirdə qayda qururuq. Qaydalar da nə oldu? Məsələn, nəzakətli sözlərdən istifadə et. Kobud sözlərdən istifadə olanda şagirdə qayda qururuq. Məsuliyyətsizlik görəndə şagirdə qayda qururuq. Hörmətsizlik görəndə şagirdə qayda qururuq. Və qaydanı da pozduğu halda biz ona cəza tətbiq edirik. Və bu cəza mövzusunu hələ sizlərə izah etməmişəm. Yaxın zamanda onun da video izahı yerləşdiriləcək kanalımıza. Şagirdə cəza vermək, ona dalaşmaq, onu incitmək, onun xətrinə dəymək deyil. Bu qaldı avtoritar üslubda keçmiş yönümlü dərslərdə. Hazırda biz demokratik üsluba əsasən şagirdləri cəza veririk, lakin 5 tapşırıq vermişik, o 5 tapşırığı yazmayıbsa bir 10'unu əlavə edə bilərsiniz ki, bu da ona cəza olsun. Qaydanı oxumadan gəlibsə, bir tənəffüsünü əlindən alaraq qaydanı həmin tənəffüsdə oxumasını tələb edə bilərik. Və yaxud da məktəbin divarlarını yazıbsa, rəngləyibsə, biz bu zaman şagirdə dərsdən sonra bir yarım saat, 15 dəqiqə hər kəs gedərkən onu saxladıb divarları təmizlədə bilərik. Növbətçilik fəaliyyətinə cəlb edə bilərik. Baxın, bunlar hər biri sinifdə qaydanı pozan şagirdə verilən cəzalardır. Bu cəzalardan istifadə etmək olar. Amma mənfi cəza olmaz. Dalaşmaq, döymək, incitmək, hər kəsin yanında utandırmaq, pərt etmək. Bu kimi cəzalar avtoritar üslubda qaldı. Biz demokratik üsluba əsasən şagirdi rahat, sərbəst, şagird yönümlü mühit quraraq formalaşdırırıq. Bəli, bugünkü dərsimizin izahı bu qədər.